Salam dəyərli şagirdlər, bugün sizinlə birlikdə 22 fevral 2026-cı il tarixində Turan Tədris Mərkəzində keçirilmiş mövzu sınaq imtahanının 7-ci siniflər üzrə Azərbaycan dil fənnindən sualların izahına baxırıq. Birinci sual, hansı cümlədə amonimliyi olan qoşma işlənmişdir? Səndən savayı mənim heç kəsim yoxdur. Bəli, burada savayı sözü qoşmadır. Fərqləndirmə qoşmasıdır. Ancaq bilirik ki, üçün, ötürü, görə, savayı, haqqında, barəsində kimi sözlər yalnız qoşma olur. Onların amonimliyi yoxdur. Ona görə yanlışdır. Deyirlər, onun üçün buraları tərk edirsəm. Burada bəli, üçün qoşmadır. Ancaq ki, yalnız qoşma kimi işləndiyi üçün amonimliyi yoxdur. Sən tapşırıqları doğru etdiyinə əminsən. Burada da yoxdur. Fikrincə bunların hamısı o da bilirdi. Burada da biz qoşmanı görmürük. Səndən əvvəl biz tapşırıqları yerinə yetirdik. Bəli, əvvəl burada qoşmadır və bilirik ki, əvvəl yerinə görə zərf kimi də işlənə bilər. Məsələn, əvvəl düşün, sonra danış. Burada əvvəl sözü zərf kimi işlənmişdir və bizdən amonimliyi olan qoşma istənilir. Ona görə doğru cavabımız E variantı. El-Elvin diaqramının kəsişmə hissəsinə yazılacaq sözü seçin. Qoşmadır və bağlayıcıdır. Bizdən ortaq fikir istənilir. Həm qoşma, həm də bağlayıcı olan söz. Burada doğru cavabımız ilədir. Bilirik ki, hər ikisi birləşdirmə, birgəlik qoşması və bağlayıcısıdır. Ona görə doğru cavabımız B variantı olacaq. 3. Feillərdən birinin hansı zamanda olduğunu dəqiq demək olar. Gəlin baxaq. Burada yetirdi, bitirdi, itirdi, keçirdi sözlərini biz yerinə görə həm indiki, həm də keçmiş zamanda düşünə bilərik. Ancaq gəlirdi sözünü biz yalnızca bir zamanda düşünə bildiyimizə görə ona görə doğru cavabımız A variantı olacaqdır. 4. Hansı cümlədə ki bağlayıcı vəzifəsinə işlənməyib? Deyirlər ki, qar çox yağacaq. Bəli, burada ki bağlayıcı vəzifəsindədir və ondan sonra vergülün gəlməsi doğrudur. Sən ki bunu bilirdin. Burada ki ədatdır. Bilirəm ki, hər şey yaxşı olacaq. Bəli, burada da bağlayıcıdır. Yazır ki, artıq müharibə bitib. Bəli, bu da bağlayıcıdır. Görürəm ki, o artıq qaydası deyil. Bu da bağlayıcıdır. Bizdən bağlayıcının işlənmədiyi cümlə istənilir. Ona görə doğru cavabımız B variantı. 5-ci sual. Hansı cümlədə qayıdış növdə olan feil işlənir? Bilirik ki, qayıdış növdə olan feillərdə subyekt işi özlərində icra edir və görür. Və bilirik ki, qayıdış növünün şəkilçisi də ıl-ımlı şəkilçisidir, xüsusi göstəricisi. Dan yeri söküləndə yola çıxarıq. Bəli, burada dan yeri söküləndə feildir və qayıdış növdə olan feildir. Alma yetişib şirələndi. Axşam olanda hava qaralır. Kebab bişdikcə sulanır. Ayrılıq zamanı onun gözü sulandı. Bu feillər isə qayıdış növdə deyil, məlum növdə olan feillərdir. Ona görə doğru cavabımız A variantı olacaqdır. Uyğunsuzluğu müəyyən edin. Şəxsə və kəmiyyətə görə dəyişən feillərdir. Şəxsə və kəmiyyətə görə dəyişməyən feillərdir. Deməli, burada doğru cavabımız, gəlin baxaq nə olacaq? Yazdırdı. Bəli, bu şəxsə və kəmiyyətə görə dəyişən feildir, amma bizdən uyğunsuz istənildiyi üçün biz yanlışları seçməliyik. Qaça-qaça bu şəxsə və kəmiyyətə görə dəyişə bilməyən feildir, çünki bu feili bağlamadır. Gördüyüm feili sifətdir, ağlamır isə şəxsə və kəmiyyətə görə dəyişə bilən feildir. Ona görə biz buradan 2 və 3-ü götürürük, çünki bizdən uyğunsuzluğu istədiyinə görə 2, 3. Şəxsə və kəmiyyətə görə dəyişməyən feildir. Buradan isə doğru fikirləri seçməliyik. Oxumaz, dönə-dönə bunlar feili bağlamadır. Oxuyaraq, daha doğrusu oxuyaraq və dönə-dönə feili bağlamadır. Oxumaz və qorxutdu isə burada şəxsə və kəmiyyətə görə dəyişən feillərdir. Ona görə doğru cavabımız C variantı 2, 3, 5, 8 olacaqdır. 7. Hansı cümlədə tək sözü qoşma kimi işlənmişdir? Tək onun gələcəyinə inanırdım. Sən tək yaxşı insan tanımıram. Hə, sən yenə də tək gəlirsən demək. Bilirsən, tək əldən səs çıxmaz. Düzdür, tək yaşamaq çətindir. Burada tək bənzətmə qoşmasıdır və sənin tək sözə bitişik yazılması da doğrudur. Ona görə doğru cavabımız B variantı olacaqdır. Hansı cümlədə ıb keçmiş zaman şəkilçisi deyil deyilir burada? Əli müəllimdən küsüb sinfi tərk etdi. O gözlərini bir də nöqtəyə zilləyib. O artıq bizimlə bütün əlaqələrini kəsib. Küsübsə bir də buraları gəlməsin. Hansı əsəri sonuna kimi öyrənə bilib? Burada ıb şəkilçisinin zaman şəkilçisi olmamağı vurğulanır və doğru cavabımız
A variantı olacaqdır. Əli müəllimdən küsüb sinifi tərk etdi. Burada ıb feili bağlama şəkilçisidir. Çünki biz əgər bilirik ki, ıbı biz araqla əvəz edə biləriksə, bu feili bağlama şəkilçisidir. Əli müəllimdən küsərək sinifi tərk etdi. Bəli, ıbı araqla əvəz edə bildiyimizdə görə burada biz ıbı feili bağlama şəkilçisi kimi götürəcəyik. Zaman şəkilçisi deyil. Doğru cavabımız A variantı. Hansı söz klasteri tamamlaya bilməz deyilir? Bəzi feilləri yerinə görə feilin iki şəklində düşünülə bilər. Qorxaq sözü verilmişdir. Burada doğru cavabımız keçirdi olacaq. Çünki burada keçirdi yalnız feilin xəbər şəklindədir. Ancaq feilin xəbər şəklində olmağına baxmayaraq biz bunu iki zamanda, indiki və keçmiş zamanda düşünə bilərik. Amma bizdən iki şəkil istəniliyinə görə və bu yalnız xəbər şəklində olduğuna görə doğru cavabımız A variantı olacaqdır. 10. Verilmiş feillərdən biri quruluşu düzəltmədir. Gəlin baxaq. Dinləmək, daha sonra güləşmək, gözləmək, saxlamaq və çalışmaq. Burada doğru cavabımız gözləmək olacaqdır. Çünki sözün kökü göz, gözlə, gözləmək. Burada la, lə, leksik, magisə, qrammatik şəkilçidir. Digər sözlər isə sadə sözlər, bir kökdən ibarət sözlərdir. Düzəltmə sözü isə C variantındadır. Doğru cavabımız C variantı olacaqdır. 11. Hansı söz cədvəlin boş xanalarından heç birinə yazıla bilməz? Məchul növdə olan feildir, qayıdış növdə olan feildir, qarşılıq birgənlik növdə olan feildir. Gəlin baxaq, açıldı. Burada biz məchul növdə, məsələn, qapı açıldı. Bu məchul növdədir. Yayıldı. Məsələn, qayıdış növdə ola bilər, görüşmək burada qarşılıq birgənlik növdədir. Ancaq məktublaşmaq feilini biz burada heç birisinə yaza bilmərik. Çünki Bəli, məktublaşmaq sözü bildiyimiz kimi məlum növdə olduğuna görə burada cədvəlin heç bir xanasına yazıla bilməz. Ona görə doğru cavabımız E variantı olacaqdır. Feilin hansı şəkli cümlənin müstəqil xəbəri ola bilmir? Bilirik ki, şərt şəkli cümlənin müstəqil xəbəri olmur. Ona görə doğru cavabımız C variantıdır. 13. Hansı qoşmalar sözə bitişik yazılır? Bilirik ki, təkəcalı qoşmalar sözə bitişik yazılır. Ona görə doğru cavabımız can, dək və ca qoşmaları sözə bitişik yazılır. Ona görə doğru cavabımız 1, 2, 5 A variantı olacaqdır. 14. Hansı cümlədə keçmiş zamanda olan feil işlənib, qürbətə getməyinə kimi vətənin qədrini bilmirdi? Cavid heç vaxt bizdən küsüb salonu tərk etməzdi. Cavid müəllim olmaq üçün çalışırmış. Tez depodakı silahları mənə gətirdi. O evə çıxanda hava qaralırdı. Burada doğru cavabımız D variantı olacaqdır. Dodi-dudu şəkilçisi burada keçmiş zaman göstəricisidir və doğru cavabımız D variantıdır. 15. Klasteri tamamlayın. Bəzi bağlayıcılardan əvvəl vergül qoyulmaz. İndiki. Bəli, bu doğru fikirdir. Və burada doğru cavabımız B variantı da bağlayıcısı olacaqdır. Daha da biz vergülün işlənməsini özündən əvvəl yox, özündən sonra görə bilərik. Ona görə doğru cavabımız B variantıdır. Mətin Atlantida mətnidir. Burada Atlantida haqqında müəyyən məlumat verilir. Gəlin indi isə sualların izahına baxaq. Atlantidada hansı xüsusiyyətləri seçilirdi? Burada doğru cavabımız C variantıdır. Yüksək texnologiya və zəngin mədəniyyəti ilə bunu biz mətndən aydın şəkildə görə bilərik. Mətnin əsas ideyası nədir? Yəni, əsas ideya bizə çatdırmaq istədiyi əsas fikir nədir? Burada doğru cavabımız elə A variantıdır. Güc və təkəbbürün fəlakətə aparması. Biz bunu bu mətndə aydın şəkildə görə bilərik. Çərçivə daxilində verilmiş sözü hansı sözlə əvəz etmək olmaz? Çərçivə daxilində verilmiş söz təkəbbürlü sözdür və hansı sözlə əvəz edilə bilməz? Bizdən onu soruşur. Gəlin baxaq, təkəbbürlü iddialı ola bilər, təşəxxüslü ola bilər, lovğa, forslu ola bilər. Ancaq təvazökar tamamilə təkəbbürlü sözün əks mənada dayandığı üçün ona görə doğru cavabımız E variantı olacaqdır. 19. Mətnə əsasən doğru fikirləri müəyyən edin deyilir. Mətnə görə ehtimaldır. Güclü orduya və bol təbii sərvətlərə malik idi. Bu ehtimal deyil. Bizdən ehtimal olduğunu soruşur. Yəni, ehtimal ola da bilər, olmaya da bilər yəni, bu fikirlər. Atlantida Platonun əsərlərinin təsvir olunub. Bəli, bu doğrudur. Ehtimal deyil, yanlışdır. Tsunami nəticəsində batması, bu isə ehtimaldır, bəli. Mətnə görə faktdır. Fakt, yəni mətndən çıxan əsas fikirlər, ideyalar burada öz əksini tapmışdır. Timaeus və Kritias əsər mənbələrdir. Bəli, bu doğru fikirdir.
Atlantidanın dəqiq hansı coğrafi mövqedə yerləşməsi bu isə fakt deyil, ehtimaldır. Ada zəngin və inkişaf etmiş mədəniyyət kimi təqdim olunur. Bəli, bu doğru faktdır. Bizə doğru cavablar istənilir. Ona görə doğru cavabımız 3, 4, 6 D variantı olacaq. 20-ci sual. Mətnin neçənci abzasında mətnlə əlaqəsi olmayan cümlə işlənmişdir? Gəlin baxaq. Burada doğru cavabımız D variantı olacaqdır. İkinci abzasa diqqət etirsək görərik ki, burada bu cümlədə bir zamanlar Hind okeanında baş verən güclü tsunami bir neçə ölkədə böyük insan və maddi itkilərə səbəb olmuşdur. Bunun mətnlə əlaqəsi olmadığı üçün yanlış bir cümlə olduğuna görə, ona görə doğru cavabımız D variantı olacaqdır.